Herkese selamlar. Bugün artık nihayet ki World Soccer Champions'te 2006 mod geldi. Gəlin 2006 modu incelemeye başlayaq. Görək 2006 modu necə şəkildə gəlib. Gördüyünüz kimi Golden Era 2006 formatında oyuna əlavə olunub. Gəlin bu modu yükləyək və incələməyə başlayaq. Yükleme hazırda getdi. Son bütün işler tamamlanır. Gəlin görək bu modda nə kimi dəyişikliklər baş vermişdir. Getdi 2006 moda. World Class seçdik. Klublar hissəsi bu şəkildədir. Klublarda gördüyünüz kimi ölkələri görürsüz. Görək Azərbaycan varmı? Azərbaycan liqası təəssüf ki yenə bura əlavə edilməyib. Bu təəssüf edici məqamı sizlər üçün qeyd edək. Milli komandalarda görək varmı Azərbaycan? Avropaya baxsaq və ya Azərbaycan necə bir heyəti var milli komandalarda. Azərbaycan burada biraz altda yer alır. Gəlin Azərbaycan millisinin heyətinə bir dənə baxaq. Azərbaycan millisinin heyəti bu şəkildə qərarlaşıb. Biraz zəif heyəti. 1998-ə nisbətdə 2006 Azərbaycan heyəti kifayət qədər zəifdir. Yəni heyətdəki oyuncuları görürsünüz artıq harda oynayan oyunculardılar. Bir də gəlin baxaq bu 2006 mod olan Azərbaycanlılar görə heyətində nə kimi dəyişiklik baş vermişdi, ona bir nəzər yetirim. Heyətdə yəni bilirsiniz necə heyətdən az dəyişir. Yəni görüm heyətdəki burada ən yaxşı milli komanda İngiltərə, Fransa, İtaliya kimi yığmalar burada qeyd olunmuşdur. Burada Azərbaycan millisinin təkrar gələcəm mən. Azərbaycan millisinin heyətindəki oyuncuların görək harda oynayırlar. Ona baxacağıq hazırda millisinin heyətindəki oyunculara. Deməli burada qəribə komandalar var. Kayseri Spor'da oynayan Rəşad var. Çox Qarabağ oyuncuları hal-hazırda oyunda gördüyünüz kimi. İndi gəlin belə bir şeyə baxacağam. Görək digər klubların heyətlərində hansı dəyişikliklər var. Yine Golden Era'ya girdik. 2006 moda. World Class klublara baxsaq. İngiltərədəki klublara baxaq gəlin. Chelsea, Manchester United, Liverpool, Arsenal, Tottenham kimi oyuncular var. 2006 modda Cristiano Ronaldo 87 overalla malik olduğunda qeyd edək. Ronaldo burada 87 overalldu. Chelsea'nin heyətində buradan görə bilərsiniz. Lampard var, John Terry, Shevchenko falan var. Liverpool'un heyəti Steven Gerrard, Luis Garcia, Pepe Reina var. Sonra burada əmrim Arsenal'ın heyəti var. Arsenal'ın heyətində 93'lü Thierry Henry var. O dönemin prime Henry'si də buna demək olar. Premier Liga'da yeni maraqlı komandalar var. Artıq burada Manchester City əsas ligaya yüksəlməyə bacarıb burada. Başqa klublar görürüz. İtaliyada var burada. İtaliyada kimlər var? Milan görürük. İtaliyada heyəti çox qəşəng heyətləri var. Yəni o məşhur Milan heyətini burada artıq siz görə bilirsiniz. Bu da Milan Roma Inter maçı, Roman qələbəsi. Barcelona heyətini burada baxa bilərsiniz. Victor Valdez, Rafa Marquez, Carles Puyol, Zambrotta, Xavi, Deco, Belletti var. Ronaldinho 94 burada. Messi 85'ti. Gənc 19 yaşlı Messi burada 85 overalla malikdir. Və burada Milan heyəti gördüyünüz kimi Inzaghi, Seedorf, Gattuso, Pirlo, Kaka, Maldini, Cafu, Dida, Nesta var 92. Nesta'nı görə bilərik biz heyətdə. Yəni bir çox maraqlı oyuncular burada yer alır Milan heyətində, İtaliya liqasında. Bir dənə şeyə baxacağım burada, ona bir dənə nəzər yetirək. Golden Era'da klubların məsələn burada Türkiyə falan liqasında da maraqlı klublar var. İspanyada Real Madrid də yəni heyəti sizə göstərim. Barcelona göstərmişdim. Cannavaro var 91, Casillas, David Beckham var. Çox maraqlı bir oyun sizlərə görəcək 2006 modda. Təəssüf ki Azərbaycan liqası yoxdur, çox təəssüflər olsun ki. Sonra burada Türkiyəyə baxsaq, Türkiyədə isə klublara Fenerbahçe var. Fenerbahçe heyətində Alex, Volkan Demirel, Lugano var. Sonra Galatasaray heyəti var burada. Galatasarayda da oyuncular Hakan Şükür, Ümit Karan, Hasan Şaş, Arda Turan, Ayhan Akman, Sabri Sarıoğlu kimi oyuncuları burada görə bilirik. Bu da Beşiktaşın heyətidir. Çox maraqlı kimi dəyişikliklər burada oyunda baş verib. Başqa da burada yəni
baxmağa qalmadı. Yəni sizə göstərəcəyim bu 2006 modla bağlı. Bir də istəsəz sizə oyunçular göstərim buradan. Kimlərə nə qədər qiymətləri var da. Ən bahalı oyuncular kimlərdir falan, bunları da göstərmək olar əslində. Gəlin transfer siyahısına baxaq. Buradan hər hangini seçək. 90 plus oyunculara baxsa, 90 oyuncular Ronaldinho 94, Buffon 94, Thierry Henry, Steven Gerrard, Frank Lampard, Shevchenko, John Terry, Francisco Totti, David Trezeguet, Fabio Cannavaro kimi oyuncular var. Biraz aşağı səviyyəyə baxsa, Cristiano Ronaldo var, 21 yaşı var, 24 milyon qiyməti var. Sonra Lionel Messi var, 19 yaşı var, onun da 24 milyon qiyməti var. Eyni zamanda Wayne Rooney var, 89 vuruldu. 20 yaşı var Rooney'nin və bu da Samuel Eto'o var. David Villa 89'du. Charles Piolo 89'du. Arjen Robben Chelsea oynuyor burada. Xavi var. Ne bileyim Michael Ballack var. Carlos Tevez, Joe Cole. Çok oyuncu var. Zlatan Ibrahimovic burada Inter'de oynuyor. Səsini doğrula malikdir. Ya qaşıq oyuncular var şübhəsiz ki bu modda oynaya bilərsiniz. Bir də sizlər üçün çox qısa bir şəkildə Qarabağ göstərə bilərəm. Yəni 2006 moda baxaq. Yəni 2006 moddan sonra bir də ənənəvi moda baxaq. Görək ənənəvi modda hansı dəyişiklik baş verir. Ben oradakı klubların heyətində necə bir dəyişikliklər baş verir, yoxsa yox, yəni ona bir necə getirməyə çalışaq. Əsas mod paketini artıq yükləmiş olduq. Əsas modda isə görək klublarda Azərbaycan liqası da bir dəyişiklik varmı? Top 7 Teams Country'yi göstərir burada. Azərbaycan liqasında görək tək mi dəyişiklik baş verib. Qəbələ, Karvan, Kəpəz komanda davam edirlər. Qarabağın görək heyətində bir dəyişiklik baş verib, yoxsa yox. Qarabağın heyətinə gəlin baxaq. 2000 yeni mod çıxan modda. Heyətində Nəriman Axuncu yenə 72'dir, Zubir 73'dür. Zubir 74 oynayabilir. Adday Andrade 74 olur. Pedro Pichardo 70'dir. Silva 72 olabilir RB pozisyonunda. Tabii ki de Yankovic, Montiel, Şartı Məmdəliyev 72'dir. Koharski 72'dir. John Duran 68'de qalıb. Kadi 73'dür. Şedayev 73'dür. Bu dəfə o artıq 71'e düşüb. Bəhul 70'dir. Hüseynov 71'e düşüb. Qurbanlı 68'i. Yəni çox bir dəyişiklik baş vermir Qarabağın heyətində. Aşağı yuxarı eyni cür heyətləri qalıb. Amma Qarabağın tabi antrenman səviyyəsi qalxıb, artıq antrenman səviyyələri 13 səviyyəyə qalxıb. Qarabağın Gəncə Akademiyası da 12 səviyyəyə qədər qalxmış olub. Bunu da qeyd etmək olar ki, başqa çox bir dəyişiklik baş vermir. Bu kimi dəyişiklik olub oyunda bu heyətlərdə. Yəqin ki, artıq dəyişiklikləri gördünüz. Nə kimi dəyişikliklərin baş verdiyini buradan anlamış oldunuz. Elə ki bu artıq biz burada bölümümüzü bitiririk. Bu 2006 modla bağlı və digər modlara bağlı yenə yayımlarımız olacaq. Növbəti bölümlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.